Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Əziz müsəlmanlar, dəyərli mömin və möminələr, bugün Ramazan ayının 10-cu günüdür. Ramazan ayının 10-cu günü İslam tarixində hüzn günü kimi qeyd olunur və eyni zamanda bu hüzn gününü hətta Peyğəmbər bu hadisə baş verəndə hüzn ili kimi də qeyd edib, hüzn ili deyib. Əlbəttə ki, söhbət İslam tarixində haqqı əda edilməyən, deməli, zülmə məruz qalan şəxslərdən birindən gedir və bu sevimli Peyğəmbərimizin əziz həyat yoldaşı, 11 imamın böyük nənəsi və Həzrət xanım Fatimə Zəhranın anası olan Xədicə Kubradan söhbət gedir. Bugün Həzrət xanım Xədicə Kubranın vəfat etdiyi gündür. Peyğəmbər bu günü hüzn ili kimi, yəni bu hadisə baş verəndə hüzn ili kimi qeyd edilib. Eyni zamanda İslam tarixində və xüsusən məsumlardan Həzrət Xədicənin dəyəri, qiyməti, onun fəziləti, üstünlüyü haqqında çox mənalı və çox saylı hədislər, rəvayətlər gəlib bu günümüzə çatıb. Mən bu bir neçə dəqiqəlik videoda o məsələlərə toxunmaq istəmirəm. Sadəcə haqqında qeyd etdiyim məzlumluq mövzusuna toxunmaq istəyirəm. Amma öncə mən bu hüzn günü ilə bağlı başda İmam Zaman olmaqla onun layiqli nümayəndəsi Ayətullah Lüzma Seyyid Əli Xamney cənablarını, bütün məraci, Əhl-i Beyt dostlarını öz adımdan və Almaniya İmam Zaman Mərkəzi adından təsliyyət deyirəm. Allah inşallah bizim hamımıza xanımın şəfaətin nəsib eləsin. Xüsusən bu günlər çox ağır günlər yaşayırıq, ağır imtahanlar dövrüdür, ağır sınaqlardır. Bütün dünyanın şər qüvvələri İslam ordusuna, İslam hökumətinə qarşı birləşiblər və İslam rejimini aradan aparmağa cəhd eləyirlər. Allah inşallah bu günlər xanımın hörmətinə tezlikcə İslamın qələbə zəfərini bizə dadızdırsın inşallah. Əzizlər, bilirsiniz ki, Quran ayəsində də qeyd olunur, Peyğəmbərin həyat yoldaşları möminlərin anası kimi keçir orada. Amma çox təəssüflər olsun ki, möminlərin anası deyiləndə biz Həzrət Xədicənin ünvanına deyil, başqa ünvanlarda bu adı görürük. Lakin tarixi mənbələrdən biz araşdıranda görürük ki, ən çox möminlərin anası adını haqq edən ən çox şəxsiyyət məhz xanım Xədicə olub. Xanım Xədicə, dediyim kimi, mən onun tarixi bölmələrinə, tarixi hissələrinə, tarixi ümumiyyətlə mövzulara toxunmaq istəmirəm. Amma bir onu deyim ki, Peyğəmbərlə ailə qurandan, yəni Peyğəmbəri yaxından tanıyıb, onunla ailə qurandan ta xanım Xədicənin vəfat etdiyi günə qədər Peyğəmbərin bütün məqamlarında xanım Xədicə onun yanında olub. Ondan bir addım da kənarda olmayıb, yanında olub və onu dəstəkləyib. Yanında olub o anlamda ki, onun hər zaman dəstəkçisi olub. Və eyni zamanda Peyğəmbərliyə məbus olunandan dərhal sonra xanım Xədicə Peyğəmbərə iman gətirib. Və ondan sonra ən çətin məqamlarda o qədər imkanlı, tacirə bir xanım olub, imkanların, bütün varidatın, bütün nə qədər imkanları var, hamısını Peyğəmbərin ixtiyarına qoyub və əziz İslam Peyğəmbəri onun, yəni xanım Xədicənin o malının, mülkünün hesabına İslamın iqtisadi baxımdan ayaqda saxlamasına deməli xeyli işlər görüb və hətta belə bir söz də var ki, İslam Peyğəmbərin məntiqi
Həzrəti Əlinin qılıncı və Xədicənin mal dövləti ilə ayaqda qaldı. Xanım Xədicə bu qədər əzəmətli bir işə imza atıb və övladları ilə bağlı da tarixi mənbələrdə müxtəlif fikirlər var, amma bütün tarixi mənbələrdə təsdiq olunan məsələ odur ki, xanımın 3 övladı olub, 6 da yazırlar, 3 övladı olub, Həzrət birinci övladı Qasım, Abdullah və xanım Fatimə Zəhra. Xanım Fatimə Zəhradan da təbii ki, 11 imamın anasıdır xanım Fatimə Zəhra. Biz xanım Xədicə haqqında danışarkən bu iki məqama toxunmağımız kifayət edir ki, xanım Xədicə Peyğəmbərlə ailə həyatı qurandan sonra bütün məqamlarda onun yanında oldu və bütün varını, yoxunu Peyğəmbərin ixtiyarına verdi. Və eyni zamanda bu bir, ikincisi də 11 məsum imamın, bir məsum qızın xanım Fatimə Zəhranın, yəni xanım Xədicə anası idi. Amma bunlara baxmayaraq, heç bir üstünlüyü olmayan, heç bir dəyəri olmayan bəzi adamlara, bəzi xanımlara Ümmül Möminin kimi, yəni bir ləqəbi verilib, bütün dünyada, bütün müsəlman aləmində onun haqqında Ümmül Möminin deyib, bir ayrımçılıq eləyib, daha çox Ümmül Möminin, möminlər anası adına daha çox layiq olan xanım Xədicəni bu addan məhrum eləmək və ümumiyyətlə bu mövzuda onunla bağlı bir kəlmə də danışmamaq əslində xanımın haqqında böyük zülm etmiş olur bütün müsəlmanlar və xanım böyük məzlumiyyətlidir. Bax, məhz buradadır ki, əslində Ümmül Möminin, möminlərin anası ləqəbi, möminlərin anası titulu məhz elə xanım Xədicənin adının önündə qeyd olunmalıdır və bu bütün müsəlmanlar tərəfindən qürurla deyilməlidir. Çox təəssüflər olsun ki, müsəlmanlar əksər hallarda, əksər şəxslərə haqsızlıq etdikləri kimi xanım Xədicəyə də bu cür haqsızlıq edirlər. Allah inşallah xanım Xədicənin şəfaətini bizə nəsib eləsin. Bir daha hər birinizə təsliyyət deyirəm. Allah inşallah bu günlərdə, bu ağır imtahan günlərini qələbə sevinci ilə yekunlaşdırsın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.